Əziz və hörmətli Azərbaycanlılar, bugün sizlərə şad bir xəbəri çatdırmaq istərdim. Azərbaycan diasporasını gücləndirmək və lobbiçilik fəaliyyətini genişləndirmək məqsədi ilə xaricdə yaşayan Azərbaycanlı gənclər hərəkatı yaradılmışdır. Hərəkat cəmiyyətinin ən enerjili, ən təşəbbüskar və ən hərəkət verici qüvvəsi olan gənclərlə iş aparacaq. Azərbaycan xaric siyasətinin sürətli inkişafını nəzərə alaraq Prezidentimizin xaric siyasətini dəstəkləyir və bu siyasəti dəstəkləyən gənclər ordusunun nümayəndələri olaraq xaricdə yaşayan Azərbaycanlı gənclər hərəkatı öz töhfəsini vermək niyyətindədir. Bu niyyətə çatmaq üçün bizim qarşımıza qoyduğumuz məqsədlər var. Həmin məqsədlər aşağıdakılardır. Xaricdə yaşayan Azərbaycanlı gəncləri bir araya toplamaq, onlar arasında özəl bir fəaliyyət qrupu yaradaraq müxtəlif ölkələrdə yaşayan Azərbaycanlı gənclərin bir-biri ilə əlaqələndirilməsi, Azərbaycan tarixinə, mədəniyyətinə, sənətkarlıq adət-ənənələrinə, milli musiqisinə, yeraltı və yerüstü sərvətlərinə sahib çıxmaq, müxtəlif xarici ölkələrdə yaşayan gənclərimizin əsas problemlərini gündəmdə tutmaq, onlara dəstək vermək, qayğıları ilə məşğul olmaq, gənclər arasındakı əlaqələri möhkəmləndirmək, xarici ölkələrdə yaşayan, oxuyan, habelə işləyən vətəndaşlarımız arasında milli və dini bağlılığı qoruyub saxlamaq və bu sahədə maarifləndirmə işləri aparmaq, xaricdə yaşayan Azərbaycanlı gənclərin vasitəsilə Azərbaycanın siyasi, iqtisadi və bütün sahələrdə üzləşdiyi problemləri elmi şəkildə sübut və dəlillərlə dünyaya çatdırmaqdır. Biz bu yolda sizlərlə birlikdə olmaq istədik. Bizə qoşulun, bir olaq. Diqqətinizə görə minnətdarım.